Şiə mənbələri və sünni mənbələrinə əsasən görürük ki, Peyğəmbər özündən sonra xəlifə təyin edib gedib. Peyğəmbər haqqı bizə bəyan edib. Ona görə Allah Teala buyurur ki, artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Fəmən yəkfur bit-tağut, kim tağutu inkar eləsə və yu'min billah, Allaha iman gətirsə, fəqad istamsaka bil urvatil vusqa, artıq möhkəm ipdən yapışmışdır. Ki lən fisamə laha, o heç vaxt qırılmır. Vallahu səmiun əlim, Allah eşidəndir, biləndir. Birinci növbədə insan gərək tağutu inkar eləsin. Tağut kimdir? Tağut Əhl-i Beyt əleyhimussalamın yerində oturan, Əhl-i Beyt əleyhimussalamın yerini qəsb eləyən tağutdur. Birinci gərək insanda bəraət olsun, təbərra olsun, Allah düşmənindən uzaqlıq olsun. Gərək birinci insan imamın yerini qəsb eləyəni, imamın yerində oturanı neynəsin? İnkar eləsin. Əgər inkar eləsə, artıq möhkəm ipdən yapışmışdır ki, bunu heç vaxt qırılmayan bir möhkəm ipdən yapışmışdır. Tağutun ən birinci misdaqları kimlərdir? Mərhum Əllamə Məhəmməd Təqi Məclisi ki, Əllamə Məhəmməd Baqir Məclisinin atasıdır. O, rəhmətullahi əleyhimə, Allah hər ikisinə rəhmət eləsin, özünün Ravzətül Muttəqin kitabında 5-ci cild, səhifə 414-də buyurur ki, məsum imamlar harada cibt və tağut demişlərsə, birinci və ikincini nəzərdə tutublar. Harada cibt və tağut deyiblərsə, birinci və ikincini nəzərdə tutublar. İnsan gərək onlardan uzaqlıq göstərsin, gərək onları inkar eləsin ki, möhkəm ipdən yapışmış olsun. Yəni, bir kəs iddia eləyə ki, mən şiyəyəm, amma qeyrilərindən yapışa, Əhl-i Beytdən qeyrilərindən yapışa, Əhl-i Beytdən qeyrilərinə söykənə, hansı adla zahir olur olsun bu? O, əslində şiyəlik çərçivəsindən çıxmış olur. Şiyəlik çərçivəsindən kənara çıxmışdır.